İnanıram ki, bu mərhələdə əgər Türkiyə və Azərbaycan 2-ci Qarabağ müharibəsində olduğu kimi koordinasiyalı və sinxron hərəkət edərsə, nəticə tək taktiki üstünlük olmayacaq, strateji sıçrayış olacaq. Bu, nəinki millətimizə böyük imkan qapılar açar, hətta bölgədəki oyun qaydalarını da dəyişər. Bu ortaq güc birliyi bizi regional aktor olmaqdan çıxarıb, belə deyək, artıq qlobal çəkisi olan bir ağırlıq mərkəzi kimi qəbul ediləcək böyük bir düşərgəyə çevirər. Bilirsiniz, mən istəyirəm biz şuuraltımızda özümüzü 10 milyon yox, 50 milyonluq bir xalq kimi hiss eləyək. Çünki bir torpağın üzərində olmasa da bir taleyin içində vahid bir orqanizmik biz. Necə ki, 2-ci Qarabağ müharibəsi zamanı Güney Azərbaycandakı çalxalanma İranın Ermənistana, belə deyək, yardım üçün manevr imkanlarını məhdudlaşdırdı. Bugün biz də onların taleyinə biganə qala bilmərik. O tayın ağrısı elə bu tayın da ağrısıdır.